Depressiyanın endogen və psixogen faktorları var. Psixogen faktor depressiya nə deməkdir? Hansısa bir xoşagəlməz hadisələrlə rastlaşırsan. İşdən çıxa bilərsən, ailəndən ayrıla bilərsən, sevdiyin şəxsdən ayrıla bilərsən. Endogen faktor depressiya isə bu genetik, heç bir səbəb yoxdur. Amma baxırsan ki, yenə də depressiv və depressiya diaqnozları qoymaq olur. Ümumiyyətlə, depressiyanın özünün, yəni belə bir istiqaməti var ki, əgər heç bir şeydən həzz almırsansa da, heç bir şəkildə sevinə bilmirsənsə də və bu 2 həftədən artıq davam edirsə, o diaqnoz təyin edilə bilər. Biri də var ki, artıq sənin həyat eşqin sönüb. Yəni xoşbəxt ola bilmirsən. Beynində bəli, hormonların gücü çatmır ki, özünü bərpa etsin. Və o zaman, yəni dərmanlar vasitəsilə müalicə olunması şərtdir.